Elektrik problemləri olan rayonlara avadanlıqları necə qorumaq lazımdır sxemini izah edeyim. Bunu yaddaşda saxlayın, elektriklərinizə verin. Bu sxemdən sizin elektrik avadanlıqlarınız qorunmuş olacaq. İldırımdan, tokların oynamasından və hər hansısa bir elektrik cərəyanının fazasının artmasından. Birinci olaraq elektrikə deyirsiniz ki, şəbəkəyə avadanlıqlarınızın qoşulduğu elektrik şəbəkəsi də vacibdir. Bütün evə lazım deyil. Torpaqlama qoşsun. Torpaqlama ən vacib hissələrindən biridir. Ondan sonra avadanlıq olan hissəyə siz balaca bir UPS ala bilərsiniz. 2000 wattdır, 3000 wattdır. İşıq gedib gəlmə prosesi olduğuna görə belə bir UPS alırsınız, qoyursunuz. UPS 1200 wattlıq volt amperlik belə götürsək, bəs eləyək. 2 saat televizora baxmaq üçün, Wi-Fi-nin işləməsi üçün. Və bunların hamısına elektrikə qoşmamışdan qabaq setivoy filtr deyirlər. Bu Azərbaycanda geniş yayılmayıb, demək olar ki, yox səviyyəsindədir. O setivoy filtri internetdən sifariş edirsiniz. Mən linkini qoyaram, şəkillərini qoyacağıq. Sifariş edirsiniz, gəlir. Setivoy filtri qoşursunuz, setivoy filtrin üstündə indikator var. Torpaqlamanın yetərin qədər olub olmadığına görə. O torpaqlama indikatoru işləyəndə yaşıl rəngdə yanacaq, yoxsa qırmızı olur. Deməli, sizin şəbəkəniz ildırım çaxmasından, elektrikin oynamasından qorunur. Baxın, torpaqlama oldu, ildırım vurdu, həmin o avadanlıq götürür ildırımı verir torpağa. Televizorunuz, krosnavınız, hər hansısa bir avadanlığınız yanmır. Elektrik oynayanda stabilizator onu stabilləşdirir. UPS də müvəqqəti olaraq evdə internetin olması, uşaqların televizora baxması üçün toku saxlayacaq. Yəni bu sxemdə UPS olmaya da bilər. Amma stabilizatorla setivoy filtrin olması çox vacibdir. Ən vacibi isə setivoy filtrdir. Setivoy filtrin Amerikada qiyməti 20-25 dollar. Amma siz onu almaqla və torpaqlama qoşmaqla evinizdə bahalı avadanlıqların hamısını qorumuş olacaqsınız.